Sxemdəki 1, 2 və 3 reaksiyalarının praktik çıxımı müvafiq olaraq 80, 50 və 100% olarsa, 196 qram sulfat turşusu almaq üçün neçə mol sinkes götürülməlidir? Deməli, bizdə ən sondan başlayaraq qiymət verilir. Ona görə də əvvələ doğru getməliyik. Deməli, bizdə H2SO4 1 moldur. Qramla götürdüyümüzdə bu olur 98 qram. Bu 1 mol SO3-dən alınır. Onda məsələdə deyilən 196 qramda miqdarca 2 dəfə çox olduğuna görə deməli 2 mol SO3-dən alınasıdır. Burada çıxım 100% olduğuna görə bir problem yoxdur. İndi bir mərhələ əvvələ gəldiyimizdə bir kükürt. Yəni 1 mol SO3 eyni ilə də 1 mol SO2-dən alınırsa, onda 2 mol SO3 də 2 mol SO2-dən alınmalıdır. Ancaq bu reaksiyanın çıxımının 50% olması o demək ki, götürdüyümüz maddənin yarısı SO3-ə çevriləsidir. Yarısı çevrilirsə, deməli biz bu maddəni artıq 2 mol yox, biz onu götürməliyik. Deməli, nə qədər? 4 mol. İndi bir pillədə əvvələ gəldiyimizdə bir kükürt, burada da bir kükürt var. Deməli 1 mol SO2 1 mol sinkesdən alınırsa 4 mol da eyni ilə 4 mol sinkesdən alınasıdır. Amma bu reaksiyanın, yəni bu mərhələnin də çıxımı 80%, o demək ki, götürdüyümüzün 80%-ə çevriləsidir. Yəni sonda 4 mol SO2 olmalıdır. Deməli, onda biz elə bir miqdar götürməliyik ki, onun 80%-i 4 olsun. Yəni 80%-i 4 olan ədəd 400 böl 80. Deməli, başlanğıcda biz 5 mol sinkes götürməliyik.